Eğer bir nəfər dəstəmaz alsa, o dəstəmazdan sonra çönüb 2 rəkət namaz qılmasa səfakardır. Yəni zülm eləyib öz-özünə. Hayıfdır da dəstəmaz alasan, namaz qılmayasan. Bir nəfər dəstəmaz ala, müstəhəb olsun ya qəza olsun, fərq eləməz. Çönüb 2 rəkət namaz qılmaya, Allah deyir o zalimdir. Və gül kimi dəstəmaz almışsa 2 rəkətdə namaz qıl da, deyir o səfakardır. Deyir, əgər indi bir nəfər dəstəmaz aldı, namaz da qıldı. Namaz qılandan sonra deyir, əlini qaldırsın, məndən ürəyi nə istəyir istəsin. Əgər verməsəm, mənəm zəfakar. Birinci budur ki, o namaz qılmayan deyir, bəndəndir zəfakar. Ki, dəstəmaz alıb namaz qılmır. Deyir, əgər namazın qılıb məndən nəsə istəsən, verməsən, nəuzubillah, zalim mənəm. Sən elə gör verir, vermir. Amma məsələ budur da, bu başlanğıc bizdəndir. Böyükümüz bu cür istəyib də, Bismillahı biz eləməliyik. Yəni, biz kiçikliyimizi göstərməliyik ki, o böyüklüyünü göstərsin.